Bugünkü müasir tibb xəstəliklər patoloji səviyyəyə çatmadan onu təsbit edə bilmir. Təsbit etdikdən sonra da, yəni patoloji səviyyəyə çatandan sonra da yalnız xəstəliyin simptomları ilə oynaya bilirlər. Örnək olaraq diabet xəstəliyi. Diabet xəstəliyi qoyulduğundan andan insana insulin verirlər və ömrünün sonuna qədər. Amma fizionomiya vasitəsilə əldən üzdən dərhal bu xəstəliyin ilk günlərindən təsbit etmək mümkündür. Necə desək, çox sadə. İlk olaraq sol qulaq məməsində xanımların sırğa taxdığı ət hissəsində bir xəttin olması, sağ qulağın qarşısında bu hissədə bir xəttin olması və eyni zamanda burunla qaş arasında bir xəttin olması və əldə də bir neçə əlamətlər var ki, o əlamətlər üstünə gəldikdə insulin dirənci və diabetin əlamətləri olduğunu demək mümkündür. Bu cür bütün xəstəliklər də dərhal əldən üzdən təsbit etmək mümkündür.